Hətta bəzən bir kruasan insana deyir ki, sən bugün daha artığına layiqsən. Bir sözlə, əgər kruasan olacaqsa, o lattenin içində itib gedəcək qədər böyük olmalıdır. Məhz elə bu videodakı kimi. Maraqlı kreativ ideyaları ilə məni valeh eləyən Mor Cup Coffee Shopuna yollandım. Burada artıq nə boyda kruasanlar sifariş edə bilərsiniz, həm sadə, həm də şokoladlı variantını. Qiymətlərini sizi qorxutmamaq üçün deməyəcəm, özünüz təxmin edib rəy bölümündə yazın. Hələ buranın ləzzətli yekə armudu stəkanda çayından danışmıram, çox dadlıdır. Burada cheesecake çeşidini çox bəyənirəm, bir-birindən fərqli ləzzətlər var, xüsusilə lotuslu olan tam mənim zövqümə görədir. Bir də burada tamamilə dietik, şəkərdən istifadə edilməyən belə fərqli desertlər də mövcuddur. Onu da vurğulayım ki, burada təkcə desertlər və içkilər verilmir. Menyuda bir-birindən fərqli səhər yeməkləri, sendviçlər, salatlar və digər yeməklər də mövcuddur. Yerləşməsi də əladır, Space TV yaxınlığındadır. Aşağıda səhifələrini də qeyd edəcəm.